Hər vaxtınız xeyir olsun əziz və hörmətli izləyicilərimiz. Hər birinizi salamlayıram. Mən Elşən Mustafayev. Bugün 14 fevral 2026-cı il tarixdə. Çox kişilərin elə içi biz kişilər olmaqla, başda xəyəm kişi olmaqla bugün gizlənən günüdür. Düzdür əziz dostlar. Onsuz da çox vaxtı kişilərə qarşı haqsızlıq olur. 14 fevral sevgililər günüdür. Əslində qadınlar kişilərə, bəylərə hədiyyə almalıdır, amma qadınlar bunu hansı yollansa belə də, yəni belə göbut deyəcəm, fırladırlar. Amma 8 mart günü gələndə bu qaçılmaz bir hal olur. İndi xəyəm kişini gəlmişik, bu günlərim evdən götürək və iş yerinə aparaq. Hörmətli izləyicilər, 2018-ci ilin oktyabr ayının 16-sı günü Azərbaycanımızın dəyərli oğul qızlarının maddi dəstəyi ilə gördüyünüz bu daxmada yaşayan xəyyəm kişi ailəsi ilə birgə ömrünün ən acı və ən ağır günlərini yaşayırdı. Günlərin bir günü Elşən Mustafayev adlı bir taksi sürücüsü bir gün gəlir bu daxmanı açır və bu daxmada yaşayan insanların bu vəziyyətdə yaşamaması üçün xalqına, millətinə, elinin, obasının qəhrəman oğullarına müraciət edir və qısa müddət ərzində, yəni müraciətdən bir neçə, deyərdim ki, saat sonra elin, obanın, xalqımızın çox dəyərli oğullarının köməyi ilə bax bu ailənin evində, ocağında dönüş olur. Yəni ki, elimizin, obamızın qeyrətli oğulları başda Şəmkir cəmaatı olmaqla bax bu gördüyünüz həyət baca, bu gördüyünüz ev, eşik, şərait qurulur və ailənin yaşayışına, ailənin ixtiyarına verilir. Bu sözləri təsadüfdən demədim. TikTokda xəyəm kişini sevənlər çoxdur. TikTok izləyicilərimizin çoxu bizə yazırlar ki, çox-çox xahişimiz xəyəm kişinin köhnə evini çəkib və yeni evini də çəkib bizlərə göstərəsiniz. Yəqin ki, o vaxtlar TikTok yox idi deyə bizi YouTube'dan insanlar izləyirdi. Amma indi TikTok var. TikTok'dan daha çox əyləncəli şou verilişlərə baxılır. İndi həmənki gənclərimiz, o gənclər ki, öz velosiped pullarını göndərirdilər ehtiyacı olanların və yaxud xəyəm kişinin ilə evinin tikintisinə. İndi o gənclərimizin çox təəssüflə deyərəm ki, böyük əksəriyyəti TikTokda jeton atır. Hansısa bir başdan xaraba və yaxud sudan qırağa. Odur ki, sizləri gözəl dostlar, gözəl gənclər çağırıram. Elşən Mustafayev kanalında bu gözəl işlərin təşkilində, bu gözəl işlərin, bu evlərin tikintisində birgə yardım etməyə, birgə bizimlə əməkdaşlıq etməyinizə çağırıram. Bəli, 2018-ci ildə burada, bu ocaqda çox gözəl bir il oldu. Həqiqətən əsl Azərbaycan xalqının birliyini göstərdik. Mən deyərdim ki, gözəl dostlar, bax bu gördüyünüz qırmızı ev Azərbaycanda Azərbaycan xalqının həmrəy olmasının bir stimuludur, simvoludur daha doğrusu. Çünki YouTube sosial şəbəkəsində 2018-ci ilə qədər heç bir bölgədə el, obanın, xalqın, cəmaatın dəstəyi ilə, xüsusən də qürbət eldə yaşayan soydaşlarımızın dəstəyi ilə belə bir mənzil tikilməmişdir. Bu, yalnız Elşən Mustafayev YouTube kanalının izləyicilərinin dəstəyi sayəsində ümumi olaraq tikilmişdir. Yəni bir ənənə olaraq, bir iz olaraq bunu biz qoyduq. Bugün də bu ənənə, bu iz davam edir. Bugün də biz həqiqətən də başladığımız missiyamızı, gördüyümüz işimizi bugün də davam ettiririk. Özünüz də görürsünüz ki, keyfiyyətli, gözəl, yüksək standartlara uyğun şəkildə. Hal-hazırda 26-cı evimiz tikilir.
Bax, bu gördüyünüz evdən də iri, bu gördüyünüz evdən də daha müasir evlərimiz tikilir. Ehtiyacı olanların ixtiyarına verilir. Odur ki, hər birinizi bu işlərdə bizimlə bərabər, bizimlə həmrəy, bizimlə birgə olmağınızı çağırıram. Bugün, hörmətli izləyicilərim, əziz qardaşlarım, bacılarım, biz Xəyyam kişi ilə birgə gecəyə qədər olacaq Cəsarət qardaşın həyətində. Bugünkü məqsədimiz orada hava şəraitinin xoş olmasından istifadə edərək canlı yayım açacaq ki, Cəsarətin də evinin yerdə qalan işlərini, evindən yaranan borcu verməkdən ötəri hər birinizi canlı yayıma qoşulmağınızı, canlı yayıma gəlməyinizi xahiş edirəm. Elə indi bax, bu dəqiqə bu videonu izləyib qurtaran kimi dərhal bizim canlımıza qoşulmanızı xahiş edirəm. Qülbünüzdən, ürəyinizdən keçən yardımlarınızı etməyinizi xahiş edirəm. Vəsən bacı, sabahın xeyir olsun. Xoş gördük, necəsən? Sağ ol qadın. Siz nətərsiniz? Çox sağ ol, siz nə qarsınız? Sağlıq, gözəllik qadın alın. Allah sizə dəyməsin. Amin Allah. Allah var eləsin. Nəvələrin nətərdir? Hamısı yaxşıdır qadın. Allah şükür. Ay, necəsən? Seninlə deyə qadın oğlum. Nə var sən yiyin? Baban sana qaqqa gətirir. Gətirir də, dən gətirir. Qoy maşında şirniyyat var, onu verin bu uşaqlara. Bir dənə zəhmət olmasa. Dostlar, hamınızdan dönə-dönə xahiş edirəm ki, videomuzu bəyənəyin, videomuzu paylaşağın. Gözəl dostlar, gözəl qardaşlar, Cəsarətin evinə yardım əlinizi, kömək əlinizi uzadarsınız. Bəli, Xəyyam kişinin həyəti 4 bir yanı hasardı. O vaxtı ev tikilərkən biz bunu da etmişik. Evdən şirniyyat qoyubdular ki, canlı yayımda yeyək. Mən də o şirniyyatı verirəm Xəyyamın nəvələrinə. Bulkudur, evdən pişirdilər. Vəsən bacı, qoy yeyindir, yesin. Sağ ol, ağzın şirin olsun. Allah başından versin, ürəyinə görə bilsin. Əmiyə sağ ol elədənə, sağ koka verdi. Elə hər dəfə gətirir babası verir şokoladdan, konfetdən. Sağ ol. Hara gedirəm cibinə yığıram. Şu kəsmir deyirəm, nəvə yanına getsən. Nəvə elə bir şeydir ki, babanın, nənənin həmişə gözü cibində olur. Əlini yudun Xəyyam. Hə, yumuşam. Xəyyam, bugün sevgililər günüdür. Aha. Əsl sevənlərə, bizi kimi yox, da elə bir səni kimi yox. Dünənlərim, bəsən, səndən qeybət edir. Eləmi? 120 min insan Xəyyamın qeybətinə baxıb. Deyir ki, gedir dükandan, ömür boyu evə lazım olmayan, bu nədir atras, bu nədir matras, bu nədir ədyal üzü, bu nədir yorğan üzü, bu nədir plastina. Alır gətirir, deyir ki, nisiyədir, hava olsa verəcək. Hə, alınan qalır. Alınan qalır. Yiyeyim? Deyir üstündən bir həftə keçməmiş, dükancı qabağımı kəsir ki, bəs yoldaşım bura. Özə nətər həyəcanla deyir Xəyyam, nətər deyir, yoldaşım bura. Hə. O nətər deyib, onu... Yox, verəndə deyir ki, əlinə üstə verərsən, Hə. qırıq-qırıq, versən də sağ ol, verməsin. Bəli, hələ deyir, verməsin də Amma sağ ol. alanda yəsi gəlib xırtdəyimi qırır. Deyir ki, onun pulunu mən çatdım alsın. İndi gəl arxayımda, o ağacında bir qəpiyim, onu gətir bunu bozulur. Hə, bu sevənlərə nə deyirsin Xəyyam, tələsmə, elə sevənlərə nə deyirsin, onu denən ondan sonra. Hə, sevənlərə Allah xoşbaxt eləsin. Allah belə sağlam candan 100 yaşasınlar, mehriban olsunlar, Amin. elə sevdikləri kimdə qalsınlar. Amin. Yəni bir-birinizi möhkəm sevin. Bəli, bəli. Eynən bəsəndən Xəyyam Yumruq kimi. kimi, yumruq Yəni kimi. təmənnasız sevin. Bəli, bəli, bəli. Məsələn- Sevmə rüşvətdən deyirlər. Rüşvət nə o sevgidir. İndi Başqa bu gün bundan padanka unacam. Ha, ha, yaxşı, yaxşı. Güldən, ətirdən görək Bax, nə dünəndən alır. gözümə yuxu getmir, o haqda fikirləşirim. Sağlığınız bəsdir, zarafat Hə, edirəm. mən biləm, elə mənim sağlığım sana milyondur. Allah sizə dəyməsin. Sağ ol. Xəyyam, əl üstüdür səhər-səhər. Ola bilər ki, qayıtmarsan, elə onu səhər-səhər verir. Sevgililer günündə bir Ana, Hər şey ola bilər də. Xəyyam, yox, bəs iyi. sənə ver, onu bəs sənə ver də, nə? hə, qoy qalsın burada. Atalar nə deyir? Deyir, soğan olsun, nağd olsun. Hə, al yaxşı. Məsələn, bir al. matra mənə təbrik edir bu. Elə Hə. mi? şey ola Bəli, bilər, bəli, məsələn. hə, bəs üstünü bunu. Bunun bir ayağı burada, bir ayağı... Bax, bunu qoy, bax, bunu da üstünə 499 manat qoysan, bir dənə yanı baralı qoyun eləyir də. Az pul deyil, qəpik manat sökənəcəkdir. Atalar nə deyir? Deyir, nə olar? Hı? Damadama gülür. Hə, dama
Yox, yox, deyir dağ rast gəlməsə də dama görürəm. Bəli, yəni pulu üstə qoy, ataların bir sözü var. Deyir, Yaxşı olar. dağ rast gəlməsə də Dama görürəm. dama Allah görürlər. bir-birinizdən ayırmasın. Sağ olun. Amin, amin, amin. Bu da xəyamçının əzizlərim şəxsi iş maşınıdır. Cəmil deyir kişiyə bir səni təbrik eləsin. TikTok izləyicilərimiz bu xəyamçının Vermişəm gül alacaq. şəxsi maşınıdır. Sənlə deyir qayın. Ha, Gör nə deyir. Çünki köhnə kişilərdən olduğuna görə. Sənlə deyir. ay, təşkil Deyir edin. mən Dilara'yı alacağam. Sən bəs sənə nə alasan? O Ha, da alacağım da, bəs qəbirstanlığa gedəcəm. Oradan o qədər bir quza. Qəbirstanlığın gülü Ay, alacaq. bir quza yığış gətirəcəm sənə. Zarafat edirəm. Allah Hə, dostlar, qardaşlar, bacılar, hamınızı bizim canlımıza qapını örtəyəm ki, hamını çağırda canlıya gözlə, qapını aç. YouTube və TikTok izləyicilərini Elşən Mustafayevin bugün kanalında açılan canlı yayıma dəvət Canlı yayıma YouTube'da dəvət açılan. edirəm. Sevgililər də günüdür. Rəyinizi bildirin sevgililər haqqında da. Gözləyirik. Gəlin YouTube kanalına, TikTok kanalına. Elşən Mustafayev. Bəli, elə həm də TikTokda da olacaq canlı yayımımız. Buyurub hamınız gələ bilərsiniz bizimlə birgə. Bugün öz qapını ört. Həmrəyliyinizi, öz gözəl ürəyinizin, qəlbinizin gözəlliyini göstərə bilərsiniz. Necə ki mən 011-imin gözəlliyini sizlərə göstərdiyim kimi. Sağ ol eləyir. Qurban olum.